Salam əziz şagirdlər, bugün biz 8-ci sinif kimya dərsliyində 6.4 duzlar mövzusunun başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin əvvəlcə öyrəndilərimiz tətbiq edinə baxaq. Bir stəkanda olan suda alüminium nitrat, başqa stəkanda olan suda isə natrium sulfat həll edilir. Suda duzlar tam dissosiasiya edir və kationların sayı bərabər olur. Anionların say nisbətini müəyyən edin. Gəlin yazaq uşaqlar. Alüminium nitratı yazsaq. Formulu müəyyən edəndə biz bilirik ki, alüminium 3 valentlidir. NO3 isə nitrat turşusunun turşu qalığı olduğuna görə 1 valentli olur. Çarpazlama şərtindən istifadə edərək formulu yazsaq, alüminium NO3 3 dəfə şəklində olacaq. İndi gəlin bunu dissosiasiya eləyək. Dissosiasiya eləsək, alüminium 3 müsbət olar və 3 NO3 mənfi şəklində olar. Daha sonra bizdən natrium sulfatı istəyir. Natrium SO4 şəklində yazırıq. SO4 sulfat turşusunun turşu qalığı olduğu üçün 2 valentlidir. Natrium isə 1 valentlidir. Çarpazlama şərtindən istifadə eləsək, formulumuz olacaq natrium 2 SO4 şəklində. Dissosiasiya tənliyini yazsaq, 2 natrium müsbət. Üzərinə gəlinsin, SO4 2 mənfi. İndi bizdən nə deyir? Kationların sayının bərabər olduğunu deyir. Uşaqlar, burada kation görürük ki, alüminium 3 müsbətdir, burada isə 2 natrium müsbətdir. Kationların sayını bərabərləşdirsək, alüminium 3 dəfəni 2-yə vurarım. Bunu 2-yə vursaq, 2 alüminium NO3 3 dəfə olar, 2 alüminium olar və 3-ü də 2-yə vurduğu üçün 6 NO3 olar. Buradan da görürük ki, kationların sayı bərabər oldu. Bizdən anionların say nisbətini istəyir. Gördük ki, 6-dır anion say nisbəti, burada isə 1-dir. Say nisbətini yazsaq, 6 bölünsün 1 şəklində olacaq. Canlı orqanizmlərdə elementlər əsasən duzların tərkibində olur. Çatışmazlığına görə sümüklərin və dişlərin inkişafı ləngiyən iki müxtəlif elementin hansı eyni duzun tərkibində olduğunu müəyyən edin. Uşaqlar, sümük və dişlərin inkişafı üçün əsas elementlər kalsium, bir də fosfor elementidir və deyir ki, İki müxtəlif elementin hansı eyni duzun tərkibində olduğunu müəyyən edin. Kalsiumla fosforun əmələ gətirdiyi birləşmə isə uşaqlar kalsium fosfatdır. Kalsium fosfatı yazsaq. Kalsium özü 2 valentlidir. PO4 isə H3PO4, yəni fosfat turşusunun turşu qalığı olduğu üçün 3 valentli olacaq. Buradan da bizim formumuz olacaq. Çarpazlama şərtindən istifadə eləsək, 3 gəlib düşər bura, 2 də gəlib düşər PO4-ün ayağına. Bizim də ümumi formumuz olar kalsium 3PO4 2 dəfə. Bunun formulu bu şəkildə oldu, adı isə kalsium fosfat olacaq. Üçüncü suala baxaq. İçməli suyun etiketində olan kation və anionların əsasən onun tərkibindəki duzları müəyyən edin. Uşaqlar, içməli suyun etiketində olan bir sıra anionlar və yaxud da kationlar vardır. Kationları yazıram əvvəlcə. Daha sonra da anionları yazacağım. Kationlara, məsələn, natrium müsbət, kalium müsbət, kalsium 2 müsbət, magnezium 2 müsbəti aid edə bilərik. Anionları isə xlor mənfi, HCO3 mənfi, SO4 mənfi, 2 mənfi və s. Bunlar aid edə bilərik uşaqlar. Ən əsas bunlardan istifadə olunur. İndi deyir ki, kation və anionlar əsasən onların tərkibində olan duzları müəyyən edin. Duzları müəyyən etmək üçün bunların birləşmələrini yazacağam. Yəni, natrium müsbət xlorla mənfi ilə reaksiyaya daxil olur, natrium xloru əmələ gətirir. Daha sonra kalsium 2 müsbət üzərinə gəlinsin. Tutaq ki, HCO3 mənfi ilə gəlir, alınır kalsium HCO3 2 dəfə. Bu 2 dəfə niyə elə olurdu uşaqlar? Bu 1 mənfi gəlir düşür kalsiumun ayağına, bu 2 də gəlir düşür HCO3-ün ayağına. Bu oldu kalsium HCO3 2 dəfə. Daha sonra, məsələn, magnezium yazıram. Magnezium 2 müsbət, üzərinə gəlinsin SO4 2 mənfi, alınacaq magnezium SO4. Daha sonra kalsium SO4 2 mənfi ilə reaksiyaya daxil olar, alınar kalsium SO4 şəklində. Magnezium
Hidrokarbonatla reaksiyaya daxil olar. HCO3 mənfi ilə girdi, alındı. Magnezium HCO3 2 dəfə. HCO3 2 dəfə. Bu da bunların ümumi duzların formulları oldu uşaqlar. 4-cü suala baxaq. Mərmər, əhəng daşı, təbaşir və s. suxurlar haqqında məlumatınız var. Bu suxurlardan inşaatda da istifadə olunur. Şəkillərdəki suxurların əsas tərkibini eyni duz təşkil edir. Bu duzun formulu və adı necədir? Uşaqlar, biz elə buradan əhəng daşını görüb avtomatik formulu yaza bilərik. Əsas tərkibi nə idi? Təbii ki, kalsium karbonat idi. Kalsium karbonatın da ümumi formulu necə idi? Kalsium CO3 şəklində idi. Bu qədər. Öyrəndiləriniz yoxlayına baxaq. Kalium 2 CO3, ferium NO3 3 dəfə, sinxlor 2 və s. hansı anion və kationlardan təşkil olunmuşdur? Bu duzları adlandırın. Gəlin yazaq uşaqlar. Bizə birinci verib kalium 2 CO3. Dissosiasiya eləsək necə olar? Kaliumun ayağındakını yazdıq. 2 kalium müsbət. Üzərinə gəlinsin. CO3 mənfi. Bunun adlanması necə olacaq uşaqlar? Kalium sabit valentli metaldır. Sabit valentli olduğuna görə adı kalium karbonat şəklində olacaq. İkincini yazıram. Ferium NO3 3 dəfə. Ferium 3 müsbət. Üzərinə gəlinsin. 3 NO3 mənfi. Bu hardan çıxdı uşaqlar? Bu buradan çıxdı. Ferium NO3 şəklində yazırdıq biz bunu. Bu mənfi 1-dir. Dəmir özü müsbət 3-dür. 3 valentli olduğu üçün müsbət 3 olur. Bu 3 gəlir düşür NO3-ün ayağına. Bu 1 də gəlib düşürdü dəmirin ayağına. Yəni ferium NO3 3 dəfənin yaranmağı oradandır. Bunun da adı dəmir 3 nitrat şəklində olacaq. Buranı sileyim. Bizə maneəsizlik yaratmasın. Aha. Daha sonra bizə verib sinxlor 2. Dissosiasiya eləsəm, sink 2 müsbət, üzərinə gəlsin, xlor mənfi. 2 xlor mənfi şəklində oldu. Burada da sink özü sabit valentli metaldır. Ona görə də olacaq sink xlorid şəklində. NH4 3 dəfə PO4 verib. Dissosiasiya eləsək, 3 NH4 müsbət, üzərinə gəlinsin, PO4 3 mənfi şəklində. Bu da ammonium fosfat olacaq uşaqlar. Çünki ammonium özü sabit bir valentlidir. Biz bunu adlandırarkən hər hansısa bir valentli eləməyimizə ehtiyac yoxdur. Bunun da adlanması oldu ammonium fosfat şəklində. Aşağıdakı duzların formulunu tərtib edin. Gəlin tərtib eləyək uşaqlar. Bizə birinci verib xrom 3 sulfat. Gəlin ən asan üsuluna baxaq uşaqlar biz bunun. Baxın, xrom 3 yazılıb. 3 yazılıbsa, deməli, ionun yükü olacaq müsbət 3 şəklində. Sulfat bilirik ki, H2SO4-ün turşu qalığıdır, yəni sulfat turşusunun qalığıdır. Buna görə də olacaq 2 mənfi şəklində. Çarpazlama şərtindən istifadə eləsək, 2 gəlir düşür bura, 3 də gəlir düşür bura. Olacaq bizim formulumuz xrom 2 SO4 3 dəfə. İkinciyə baxırıq. Bizə verib kalium nitrat. Kalium nədir? Sabit bir valentlidir, müsbət 1-dir. NO3 də nitrat turşusunun turşu qalığıdır, mənfi 1-dir. Burada hər hansısa bir dəyişiklik yoxdur. 1-1 şəklində olduğu üçün elə kalium NO3 şəklində olacaq. Natrium karbonat. Uşaqlar, natrium sabit bir valentlidir. İyonun yükü olduğu müsbət 1 şəklində. Karbonat, baxın, karbonat necədir? H2SO3 şəklində yazılırdı. Buna görə də olacaq, iyonun yükü olacaq mənfi 2 şəklində. Çarpazlama şərtindən istifadə eləsək, olacaq, bu 2 gəlib düşəcək natriumun ayağına, alınacaq natrium 2 CO3. Daha sonra bizə verib kalsium sulfid. Kalsium S. Yazdıq. Kalsium özü sabit 2 valentlidir, müsbət 2 şəklində yazdıq. Sulfid nədir uşaqlar? H2S, yəni sulfid turşusunun turşu qalığıdır. Buna görə də olacaq mənfi 2 şəklində. Mənfi 2 şəklində. Bu 2 gəlib bura düşsə, bu 2 də gəlib bura düşsə, yenə də heç bir fərq olmur. 2-lər ixtisar gedir. Alınacaq bizim formulumuz kalsium S şəklində.
Daha sonra verib bizə ammonium nitrat. NH4 nitrat. Uşaqlar, NH4 nədir? Sabit bivalentlidir. İyonun yükü oldu müsbət 1. Nitrat HNO üçün turşu qalıqıdır. Oldu -1. Birlər olduğu kimi qalacaq. Elə bizim formulumuz alınacaq NH4 NO3 şəklində. Efə baxaq. Verib bizə barium xlorid. Barium özü sabit 2 valentlidir. İyonun yükü oldu müsbət 2. Xlor özü -1 oksidləşmə dərəcəsi göstərir uşaqlar. Niyə? Çünki H xlordur. H xlor turşusunun turşu qalığı olduğuna görə -1 yazdıq. Çarpazlama şərtindən istifadə eləsək barium xlor 2 şəklində olacaq. Bizim də ümumi formumuz oldu barium xlor 2. Bu qədər. Sadəcə turşu qalıqlarını bilərək siz bunu rahatlıqla yaza bilərsiniz uşaqlar. Bəs sərqəli olsun barium xlor 2. Üçüncü suala baxaq. Magnezium sulfat heptahidratın formulunu müəyyən edin. Heptahidrat nə idi uşaqlar? 7 demək idi. 7 su molekulunun olduğunu göstərir burada. Ümumi formulu yazsaq. Magnezium. Bircə dəqiqə yazmadı. Aha. Magnezium sulfat. Sulfat. Magnezium özü sabit 2 valentlidir. İyonun yükü oldu müsbət 2. SO4 sulfat turşusunun turşu qalığı oldu -2. Bizim elə formulumuz oldu magnezium SO4 şəklində. İndi bizdən heptahidratla formulunu yazmamızı istəyir. 7 su molekulu ilə yazsaq, magnezium SO4 vurulsun 7 mol su şəklində olacaq. Dördüncü suala baxaq. Aşağıdakı duzlardan hansı suda yaxşı həll olur? Bunu necə müəyyən etdiniz? Uşaqlar, bu mövzunun içərisində də var. Yenə də burada sizə bir hər şey deyim. Biz öyrəndik ki, bütün nitratlar natrium, kalium, ammonium duzları neyinirdi? Suda yaxşı həll olurdu. Bütün nitratlar natrium, kalium, ammoniumun duzları suda yaxşı həll olur. Daha sonra plinium xlor 2, civə 2 xlor 2, argentum xlor istisna olmaqla bütün qalan xloridlər hər biri suda yaxşı həll olur. Bunlar istisnadır uşaqlar, istisna. Daha sonra barium SO4, plinium SO4, kalsium SO4 istisna olmaqla bütün sulfatlar neyini uşaqlar? Suda həll olurlar. Bundan əlavə uşaqlar, fosfatlar, karbonatlar, sulfidlərin çoxu isə neynəmir? Suda həll olmur. Sadəcə istisna olaraq natrium sulfidləri, kaliumun sulfidləri, ammoniumun sulfidləri, həmçinin natriumun fosfatları, kaliumun fosfatları, ammoniumun fosfatları, natriumun karbonatları, kaliumun karbonatları, ammoniumun karbonatları neyniyir? Suda yaxşı həll olur. Amma fosfatlar, karbonatlar, sulfidlərin çoxu suda həll olmayacaq. Ümid edirəm ki, sizə aydın oldu uşaqlar bu hissə. Bir geriyə qaytararaq dediklərimin hər birini qeyd eləsəz və öyrənsəz yaxşı olar. Çünki bu tip suallar qarşınıza çox çıxa bilər. İndi bizdən deyir ki, hansı suda yaxşı həll olur? Bizə birinci verib kalium sulfat. Biz də dedik ki, barium sulfat, plinium qurğuşun sulfat və kalsium sulfat istisna olmaqla suda neyniyəcəklər? Yaxşı həll olacaq. Buna görə də A suda yaxşı həll oldu. B-də verib kuprum xlor 2. Xlorlardır. Xloridlərdən də zaten dedik ki, bu üç istisna olmaqla qalanlar suda yaxşı həll olurdu. Daha sonra nitratların, nə dedik nitratlara? Nitratların hər biri suda yaxşı həll olurdu. D-də verib sulfatlardan barium SO4. Biz dedik ki, bu üç istisna olmaqla qalan hər biri yaxşı həll olur. Deməli, bu neyniyəcək? Barium sulfat çöküntü olduğu üçün suda həll olmayacaq. Daha sonra verib NH4 2 dəfə CO3-dür. Ammonium karbonat olduğuna görə dedik ki, natrium, kalium, ammoniumun karbonatları istisna olmaqla digərləri həll olmur. Bu neyniyəcək? Həll olmuş oldu. Bizə verib F-də natrium 3 PO4. Biz az öncə də qeyd elədik ki, natrium, kalium, ammoniumun fosfatları suda həll olur, digərləri suda həll olmur. Deməli, suda həll olacaq bu da. Daha sonra verib magnezium 3PO4 2 dəfə. Biz də nə dedik uşaqlar? Natrium, kalium, ammonium fosfatlar həll olur,
digərləri həll olmur. Bunu artıq dəfələrlə deyirəm ki, beyniniz otursun. Biz də görürük ki, maqneziumdur. Maqneziumun fosfatı nə etməyəcək? Həll olmayacaq. Daha sonra verib kuprum S-dir. Sulfidlərin də biz dedik ki, çoxu suda həll olmurdu. Buna görə də bu da nə edəcək? Suda həll olmayacaq. Ümid edirəm ki, izahım aydın oldu uşaqlar. Aydın olmayan hissələri bildirə bilərsiniz rəydə. Daha çox videoların, daha çox izahların gəlməsi üçün videonu bəyənməyi, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.